Birazdan Vüsal Ramizoğlu səndən canlı ifa istəyəcəyik. Vüsal, sən də təqdim edərsən və Vüsalla bir rubrikamız var. Vüsal, o rubrika sənlə keçiriləcək. Ya Allah. Orada sənin, belə deyək, bu sənətdə bəhrələndiyin sənətkarların ifalarıdır. Sən onların, mən deyərdim ki, hər birindən yaxşı mənada nəyisə uğurlamısan. Bu sənətdə özünü inkişaf etdirmək üçün. Müğənni musiqiçi yaxşı mənada həmişə yaxşı ifalardan uğurlamalıdır. Sonra özünküləşdirib onu təqdim eləməlidir. Yəni, Rus demiş, kapirovka yox. Çünki da bunun orijinalı var da. Onu özünküləşdir, qulaq as, dinlə. Yaxşıları götür, özünküləşdir, ol özün də yəni. Amma dinləməlidir hər bir sənətçi, müğənni, instrument. Deməli, Vüsal, orada klarnet ifaçılarının ifalarından qısa-qısa səsləndirəcəyik studiyamızda. Sən həmin ifaçının kimliyini deyəcəksən. Ki, bunu bu sənətkar ifa eləyib, bunu bu sənətkar ifa eləyib. Tanımadığın da olsa, biz sənə həmin adamın kimliyini deyəcəyik. Tamam. İlk ifanı təqdim eləyin, dostlar. Vüsal. Vaqif Mirzəyev. Vaqif Mirzəyev. Hansı çalarlardan, hansı ifa tərzindən bildin ki, bu Vaqif Mirzəyevdir? Düz dedim. Yox, sən onu denən deyəcəm düz denən. O bir janr, indi o stil var da, belə deyək, yol var da, yəni o təxmini belə. Səfərdən Vaqif Mirzəyev. Bəli, Vaqif Mirzəyevdir. Allah sana salam versin, salamlayırım. Təqdim eləyək. Şəmsi Maştağa. Bəli. Mənim ürəyim öpürəm Şəmsini. Sənətkar da bu kişi. Növbəti ifa. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Zahid Sabirabad. Bunu səhər saat 6-da da üzr istəyirəm. Yuxuda gəlib onu belə dinlətmərəm, mən deyim o birinci nəfəsindən. Allah ona qəni-qəni rəhmət eləsin, onun ruhu qarşısında baş əyirəm. Zahid Sabirabadlı. Allah rəhmət eləsin. Klarnetin əfsanəsi. Növbəti. Hakim Abdullayev. Hakim Abdullayev. Ay maşallah. Öpürəm, bağırma basıram. Bizim böyük sənətkarımız, şah sənətkarımız. Dünya durduqsa durasınız Hakim müəllim. Hakim Abdullayev. Yaxşı ki varsınız. Növbəti. Bunu Məşədi Məhəmməd. Allah qəni-qəni rəhmət eləsin. Dostumuz Hüseyin atası. Yəni bunun peçatı, möhrü bu kişi var. hamınız bu klarnet ifaçıları Məşədi Məhəmmədin yolunu ifa edirsiniz, yoxsa? Yox. Vağzalıda yoxsa? Bəli, Vağzalda. Təbii ki, Məşədi Məhəmmədin o elə bir xalları var ki, yəni o sırf onun özünə məxsusdur, orijinalı özüdür. Hardasa nəsə balaca götürərik də, yəni hər ifaçı biraz götürür. Yəni bu, Allah rəhmət eləsin, Məşədi Məhəmmədin bu janrı, bu stili, görürsən, bu 100 klarnet ifasının içindən seçilir yəni. Çox təəssüflər olsun ki, Vüsal, bir dəfə toyların bir neçəsində başıma gəlib. Mirzəyi ilə Vağzalını hələ də səhv salan klarnet ifaçılar var. Doğrudan. Bəli. Onu səhv salırsa, həmən aləti qoysun yerə, xahiş edim. Yaxınlarda başıma gəldi. Yəni sən Vağzalı ilə Biz prodüserimizdən hətta onunla bağlı biz musiqiçi ilə bir arada bir qalmaqal oldu. Dedim, qardaş, mən Mirzəyi istəyirəm, sən Vağzalı versən. Mənə sübut eləmək. Vay. Yo, eyni muğamdır, eyni keçidlərdir, amma qardaşım, Vağzalının girişi başqa cürdür, Mirzəyi başqa cürdür. Yəni onunla bağlı bizim bir... Onu ayırt eləyə bilməyən musiqiçi, nə bilim, Allah, biraz çalışsın üzərində. Növbəti, inşallah Vağzal sənin üçün ifa olacaq. Sənət oyunda olacaq, bahalı Vağzalı çalacağımızda, bahalı. Hacı Həmidoğlu. Ay maşallah. Allah ona rəhmət eləsin, böyük sənətkarımız. Dərdləşirdi yaradı İbrahim, yığırdı məni. Yığırdı ki, qardaş oğlu necəsən, nə var, nə bir qəşəkdir bir danışığı vardı, Allah ona rəhmət eləsin. Bakı ləhcəsi. Bir dənə demək olar ki, mənim yaşlarımda olanların, o Pakaliyada olan musiqiçilərdən, bəlkə də demək olar ki, mənlə çox yaxın idi. Mən çox istəyirdim Həzəmin, Allah ona qəni-qəni rəhmət eləsin, ruhu şad olsun. Sən kimin yolunu ifa edirsən əsasən? Ya Vüsal, sən ifa eləyəndə məsələn o klarnet
sevənlər var da. Onlar nə deyirlər? Deyirlər, sənin ifanda, toxunuşlarında bu sənətkarı xatırlayırıq. Bayaq da dedim, hər bir ifası qulaq asıb dinləməlidir. Özünküləşdirir, o heç. Şeyləri götürüb sonra, amma mənim öpürəm atamın əllərini, bir də atam baxır, yəni mənim ustadım atamdır, yəni sağ olun. Yəni gözüm açanda bu klarnetin səsi olub mənim Laylam. Atam da çox sevdiyi ifaçılar olub. Allah rəhmət eləsin. Ələkbər Əsgərov klarnet ifasını indi bilənlər bilir. Hamı tanıyır onu, bütün dostlarım. Ələkbər Əsgərov bizim qapıda olub. Üzrüstə mənim atamın toyunu Ələkbər Əsgərov çalıb. Nağara salan Səlim var idi. Allah rəhmət eləsin onlara. Ələkbərə qulaq asıb Vəli Qədimova. Atama qulaq asmışam, amma idealım, kömürüm Zahid Sabirabadda olub. Yəni mən onun ruhuna qurban olum. O yəni atamın özü də yəni onun nə fərqi var ki, məsəl üçün ustadları dinləyib, Ələkbər Əsgərov yolu ifa eləyib mənim atam, amma Zahid, yəni bu qardaş çevriliş elədi da bu. Düz deyil, biz onun heç 3də 1-ni ifa eləyə bilmərik. Haradasa nəsə biraz səsdə zətdə oxşada bilərik. Amma yəni Zahid mənim Zahid. Biraz öncə Zahid Sabirabadlının bir ifasını təqdim etdik. Sən reklam fasiləsində həmin musiqinin... Mən elə istəyirdim onu ifa eləyəm, o Bərivanın... Buyur. Təqdim elə. İfa eləyə ona, elə musiqisi dostlarım canlı Vüsal Ramizoğlu. Canlı ifa eləyək də. Buyur, eşidək.
Vüsal Ramizoğlu.